insanlar çox əslində damğalayır ki, mən ingilis dili mənlik deyil, mən də ingilis dilli deyiləm, yəni və buraxırlar. Fikrimcə psixoloji olaraq da hazır olmaq lazımdır. Hətta Effortless English AJ Hawk öz kitabında deyir ki, ümumiyyətlə ingilis dilini öyrənmək 80% psixoloji bir məsələdir. 20% bizim istifadə edəcəyimiz bir sistemdir, yəni sizə Cambridge-dən, British Council-dan, deyək ki, Oxford-dan çox möhtəşəm bir sistem verərlər, amma sizə gəl psixoloji olaraq hazır deyilsiniz, ingilis dilini öyrənməyə give up edəcəksiniz təəssüf. Bəs necə bir məsələ var ki, bəs bu psixoloji deyək də qorxularımızdır, utancaqlıqdır. Bunları necə aşmalıyıq? Məncə ilk əvvəl bu qorxuların üzərinə getməliyik. Və biz komfort zonadan çıxmalıyıq əlbəttə ki, yəni komfort zonadan çıxdıqdan sonra belə deyim, inkişaf heç vaxt siz olduğunuz şərait və sizə yaxşı belə bir şəraitdə olduğunuzda heç vaxt o inkişaf getməyəcək. Gərək o inkişaf ancaq siz belə qarşınıza çıxan maneələrdir. Onları aşmaqla nail ola biləcəksiniz. Qorxuları aşmaq üçün açıq olmalıyıq səhvlər etməyə. Səhvlər etmədən öyrənmək olmur. Yəni məncə ən yaxşı təcrübə elə səhvlər etməkdir.